Bugün kiçik bir hekayə ilə başlayacağım. Balaca bir qızın hekayəsi ilə. Bir vaxtlar balaca bir qız var idi. Bu qızın uzun, qalın saçları var idi. Elə uşaq vaxtından başlayan bir saç kompleksi var idi ki, saçlarından utanmağa başlamışdı. Kənardan deyilən bir neçə sözün təsirində qalaraq. Böyüyüb yeniyetməlik dövrünə çatanda, gəncliyində bu kompleksləri daha da artmağa başladı. Hansı ki, saçlarının nəzilməsini istəyirdi. Hətta bunun üçün dua elədiyi vaxtlar da olurdu. Kəşki ən böyük problem elə bu olsun, başqa problemlər olmasın. Amma həmin o qız üçün bu problem idi. Sonra o balaca qız böyüdü. Hər güzgüyə baxanda şükür eləyəcək bir qıza dönüşdü. Bu haqqında danışdığım balaca qız təxmin etdiyiniz kimi mənə özüm haqqında eşitdiyim sözləri indi sizə deyəcəm, nələr eşitmişəm. 6-cı sinifdə oxuyurdum və 11-ci sinifdə oxuyan bir qız demişdi ki, bizim sinifimiz yuxarı mərtəbədə idi. Aşağı mərtəbədən siniflərinin yanından keçəndə qız demişdi ki, o vaxt bir film var idi, Azərbaycan filmi idi və orada belə bir xarakter var idi ki, cinli mayıl var idi və qız mənə demişdi ki, qızın saçlarına bax, belə qısa kəsmişdim amma saçlarımı və saçım çox qalın idi. Belə də yox, amma belə qalın idi saçlarım və qız mənə demişdi ki, cinli mayıl və bu sözü heç nə deməmişdim və əslində uşaq vaxtı demək olar ki, son illərə qədər elə bir xarakterdə olmuşam ki, yəni kənardan kim nə deyirsə desin, ona heç vaxt cavab qaytarmamışam. Deməmişəm ki, sən səhvsən, niyə belədir, sən heç haqqın yoxdur belə. Belə bir uşaq olmamışam. Çox təəssüf ki, olmamışam, amma belə biri deyildim. Əslində çöldə belə biri deyildim. İçəridə yetəri qədər öz haqqımı tələb eləyən biri idim. Ailəm, yaxınlarım arasında tipik bir kompleksli uşaq deyə bilərəm. Bu söz mənə çox təsir eləmişdi. Yəni ondan sonra demək olar ki, saçlarımı kompleks halına gətirdim ki, mənim saçım qalındır, mənim saçım yaxşı deyil. Yəni bu qaydanı kim qoyub ki, saçın qalınsa yaxşı deyil, saçın şişirsə yaxşı deyil, saçın belədirsə yaxşı görünmür. Sonra qaralığımla bağlı, yəni çox kompleks elədiyim bir mövzuda mənim qara dərdli, qara buğday olmağımdır ki, yayda qapqara olurdum uşaq vaxtı. Saçım da qara idi. İndi biraz daha qumral halındadır, amma o vaxtda elə deyildi. Sonra başladım bu qaralığımı kompleks eləməyə. Saçlarımdan sonra ikinci kompleksim bu olmuşdu. Çünki hər kəs də deyirdi ki, yəni bu necə qaralmaqdır. Və yadımdadır ki, toyum olanda qapqaraydım. Şəhərdə artıq qaralıb getmişdim rayona toy hazırlıqlarında. Yadıma gəlir ki, belə təklif eləmişdilər ki, Ramilə qapqarasan, biraz cəfərinin suyunu falan üzünə vuraq, biraz ağardı, heç olmasa yadımdadır. Nə qədər üzdə bunu bildirməsəm də, amma əlbəttə ki, bunların hamısı belə bax, hətta belə bir şey paylaşmışdım ki, mən bir neçə il, uzun illər mən dərimin qaralığından utanmışam, amma indi başa düşürəm ki, əslində dərimin qaralığı heç də mənə əks yox, əksinə müsbət detaldır ki, mənim də özünə məxsusluğum belə qaraşın, qara buğdayı olmağım məni özünə məxsus eləyir. Daha sonra burnuma görə bir neçə dəfə belə bir sözlər eşitmişdim ki, burnumun uzun olmasına görə, bizdə ata tərəfdə formasına görə daha uzundur burunlar. Yəni forması elədir. Mən də ata tərəfə oxşamışam. Bir neçə dəfə belə sözlərlə qarşılaşmışam ki, Ramilənin də burnu uzundur. Ramilə, burnun uzun. Əslində bunu mənə kompleks eləmək üçün deməyiblər. Yəni deyənlər də, öz yaxınlarım olub deyənlər də. Bizdən daha böyük nəsillər bunun bizi utandıracaq bir şey olduğunu və yaxud da bizim kompleksə düşəcəyimizi düşünmədən deyişləri olur. Bu videonu çəkməkdə əslində məqsədim də odur ki, kənardan gələn səslərlə özümüz arasında bir baryer qurmalıyıq ki, o səslər bizə gəlsin, amma bizə çatmasın. Eşidək, amma özümüzü yüngülləşdirməyək. Çünki o səslər bizim səsimiz deyil. O səslər biz deyilik. Yeniyetməliyimdə, gəncliyimdə o qədər kənardan gələn sözlərə açıq olub, o qədər onları özümü yüngülləşdirib və o qədər kompleks halına özümü salmışam ki, başqa heç nə düşünməz olmuşam. Halbuki komplekslərimə verəcəyim bu fokusumu bir başqa özümü inkişaf elətdirə biləcəyim, özümü inkişaf elətdirəcəyim başqa sahələrə fokuslansaydım, daha çox mənə faydası olardı, nəinki o komplekslərimin. Yəni, əslində mən zamanında 15, 16, 17 yaşında özümü inkişaf elətdirməli olduğum şeyləri 21, 22, 23 yaşımdan sonra eləmişəm, öyrənmişəm, tanımışam. Hansı ki, həmin yaşda eləsəydim daha öndə olardım. Amma bunların da mənə öyrədəcəyi təcrübələr olub. Ona görə də peşman deyiləm indi. Ona görə də
daha çox özünə fokuslansan, öz öyrəndiklərinə fokuslansan, o komplekslərin də uçub-uçub gedəcək. İndi əlindən gələcək tək şey öz üzərində işləməyindir. Vaxtını daha çox nəyə sərf edirsən, daha çox nədə olur fokusun, daha çox nəyə eləyirsən, bütün gün əlində telefon olur, yoxsa telefondan başqa nələrsə də eləyirsən. Telefonu kənara qoyub, ona stop eləyə bilib, insanlara stop eləyə bilib, özünə zaman ayırırsanmı? 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə artıraraq, yarım saat, bəlkə 1 saat. Bunu özünə eləyirsənmi? Öyrənməyin üçün ümumiyyətlə zaman sərf eləyirsənmi? Əsas sualın indi bu olsun. Əsas sualın olmasın ki, mənim gözlərim gözəl deyil, mənim saçlarım. Belə bir şey oldu. Bilmirəm bu hardan. 3 yaşlı qızım bir həftə əvvəl 3 gün ard-arda eyni sözü mənə dedi ki, mama, mənim gözlərim heç qəşəng deyil. Bilmirəm hardan bu ağlına gəlib, hardan bu düşüncə düşünübsən. Mənim gözlərim deyil, heç qəşəng deyil. Əslində mən ona necə gözəl saçlarım var, həmişə bunu deyirəm. Gözləri ağlıma gəlməyib. Niyə? Çünki bilmirəm, nə qədər ancaq saçlarına demişdim. Və baxdım ki, bəlkə də gözlərimizin rəngi fərqlidir. Onda qara tündür, məndə yaşıl. Bəlkə ona görə deyir, bilmirəm. Amma o gündən başladım onun gözlərinin necə gözəl olduğunu vurğulamağa, üzünün necə gözəl olduğunu vurğulamağa. Və onu demək istəyirəm ki, əgər bunu heç kənardan eşitmirsən, belə get güzgünün qabağında dur və bu sözləri özünə de. Və sonra o başla özünə yatırım eləməyə, özünə zaman yatırımı eləməyə. Bugünlük bu qədər. Ümid eləyirəm bu video faydalı oldu. Şərh yazmağı, mənimlə fikirlərini bölüşməyi unutma. Özünə yaxşı bax. Hələlik.